Salam. Bu gün Python proqramlaşdırma dilindən fərqli video kontentimiz olacaq. Bugünkü dərsdə Python proqramlaşdırma dilində ilk və ən vacib anlayışlardan biri olan print funksiyası ilə tanış olacağıq. Eyni zamanda mətnlərin necə yazıldığını, dırnaq işarələrinin nə üçün istifadə edildiyini və ən çox edilən başlanğıc səhvlərini də izah edəcəyik. İlk olaraq ən sadə nümunəyə baxaq. Print mötərizədə dırnaq içində salam dünya. Bu kod ekrana mətn çıxarır. Pythonda mətn yazarkən onu mütləq dırnaq içində yazmaq lazımdır. Dırnaq olmadığı halda Python həmin sözü dəyişən kimi qəbul edir və xəta verir. Məsələn, bu formada. Terminal icra edəndə biz xətanı görürük. Çünki salam dəyişən kimi qəbul olunur, amma belə bir dəyişən yoxdur. Mətn yazmaq üçün həm qoşa dırnaqdan, həm də tək dırnaqdan istifadə etmək mümkündür. Məsələn, birinci print funksiyasının qoşa dırnağı, ikinci print funksiyasının tək dırnağı ilə eynidir. Əgər dırnaqda biz birini tək, birini qoşa yazsaq, proqram xəta qeydə alacaq. İndi isə rəqəmlərə baxaq. Əgər dırnaq olmadan rəqəm yazırıqsa, Python onu ədəd kimi qəbul edir. Məsələn, print 15 və print 5^3. Nəticədə 15 və 8 ekrana çıxacaq. Amma rəqəmləri dırnaq içində yazsaq, artıq bu mətnə çevrilir. Məsələn, 5^3-ü biz dırnaq içində yazsaq, nəticədə ekrana 8 yox, 5^3 çıxacaq. Biz həm də print funksiyası ilə iki mətnin birləşdirməsinə də baxa bilərik. Məsələn, Pythonda mətnləri üstəgəl işarəsi ilə birləşdirə bilərik. Print salam, üstəgəl dünya. Bunların ikisi fərqli dırnaq içindədir, terminala icra edirik, nəticədə ekrana salam dünya çıxır. Eyni şeyi rəqəmləri də etmək olar, amma xəta qeyd alınacaq, çünki biri mətn, digəri isə rəqəmdir. Bunu düzəltmək üçün rəqəmi mətnə çevirmək lazımdır. Qarşısına sadəcə string yazmaq kifayətdir. Beləliklə kod problemsiz işləyəcək. Bu mövzular Pythonun ən sadə hissələrindən biridir. Çünki gələcəkdə istifadəçi məlumatları, dəyişənlər və ekrana nəticə çıxarma əməliyyatlarının hamısı bu məntiq üstündə işləyəcək. Bugünkü videomuz bu qədər. Növbəti videolarda görüşərik.